Və ginekoloq xanıma sual verir ki, qadınlar niyə dünyaya uşaq gətirir? Aha. Və orada belə bir cavab gəlir ki, kişini itirməməkdən ötürü. Qadının ilkin məqsədi məhz hansısa bir kişinin yanında saxlamaqdır. Yox, səhvdir əlbəttə ki. Niyə? Çünki qadın bir səbəbdən uşaq dünyaya gətirmir. Bu bizim biolojidir, yəni özümüzdən sonra davam etdirəcək nəslimizi davam etdirmək istəyirik. Travmalarımızda mən bu bir uşaqlıq görmədim, mən uşaq dünyaya gətirəcəm, ona çox gözəl bir uşaqlıq, yəni bəxş eləyəcəm hissidir və yaxud da sosial təzyiqdir. Yaşım keçir, mən də uşaq dünyaya gətirməliyəm düşüncəsidir, hissidir. Və yaxud da bağ qurmaq istəyi, yəni doğma bir insanı dünyaya gətirirsən də sənin övladın olur. İstəyirsən ki, sən özünü ona aid hiss eləyəsən, o sənə özünə aid hiss eləsin. Yəni o qədər səbəb var ki, hələ mən bəzilərini çəkdim. Çox səbəb var. İnsan bir səbəbdən dünyaya uşaq gətirmir.